Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz müsəlman bacı və qardaşlarım. Bir müsəlman bacımızın bizim yardımımıza ihtiyacı var. Selamünaleyküm kardeşim. Belə çox şey də bilmirəm, əlimdə tuta bilmirəm telefonu. SMS yaza bilmirəm. 1000 manata pul var. 850 manat, 900 manat həkimin, yəni orada vurulmalıdır iynələrim. Müalicə, müayinə keçməlidir. Ən azı bir həftə orada Bakıda qalmalıyam. Az vaxtlar mənə 1000 manat məbləğ lazımdır. Çünki əlimin ağrısına artıq dözmürəm. Mən təzə gəlmişdim. Müalicələr işlətdim. İşlətsəm də heç bir fərqi yoxdur. Artıq şu əlimin üstünə də çıxıb, əlimdə qızdırma olur. Gecələr şu ağrıdan heç yata bilmirəm. Artıq qoluma doğru gəlir. İndi bu dəfə çiynimdən aşağı iynələr vurulmalıdır, prosesik etməlidir həkim. Yata bilmirəm, yəni o qədər ağrı kəsiciləri yazıb ki, yenə də yata da bilmirəm, ağrıdan əlimi hara qoyası bilmirəm. Yine sizə üz tutdum. Hazırdakı vəziyyət budur. Əlimin içi də şişir. Əlimin içinə iynə də vurdurdum yenə. Ağrılarım dayanmır. Şiş çəkilmir. Xahiş edirəm. Allahın rəhmisinə sığınıram. Sizdən də kömək istəyirəm. Allah üçün əgər eləyə bilsəniz. Göğü damarlarıma yayılmasın, sümüyümə keçməsin. İyilik xərçəngi olmamaq üçün parmağımı belə kəsməyinə razı idim, onu belə kəsmədilər. Əlimizdən gələni əsirgəməyək qardaşlar. Videonu da maksimum repost edin ki, daha çox insan görsün və məbləğ tez yığılsın. Rəbbim malınıza bərəkət versin.